Salamlar hamıya. Bugün 8-ci sinif summativinin birincisine baxacağıq. Yeni summativlərdən bu ilki ingilis dili üzrə baxaq. Grade bilirik ki 8-dir, sinif deməli. Yəni 8-ci sinif. Name adı, date tarixi yazır. Keçirik həllərə. Birincidə deyir choose the correct proposition. Doğru proposition'ı seçirik. They are both afraid boşluq hates. Görək nə deyir? Deyir, onlar hər ikisi hündürlükdən afraid, qorxmaq deməkdir. Afraid-lə işlənən preposition of-dur. Biz afraid of sözünü zaten bir yerdə görürük lüğətdə də. Afraid of qorxmaq deməkdir. In içində deməkdir. On üstündə deməkdir. Of, afraid of ifadəsi bir işlənir. Normalda of on in yəli hal, cansızlara aid olan yəli hal bildirir. For isə üçün deməkdir. Burada isə afraid of birlikdə işlənən bir ifadədir. Yerini dəyişib başqa bir şey qoya bilmərik. Bu qaydanı unutmayın. Və afraid of qorxmaq deməkdir. 2. Choose the definition of the word dear. Dear. Bu söz div sözü tullanmaq deməkdir. Bilmədiyiniz, baxın mən burada qeyd eləmişəm div sözünü. Dive. Sizə görə deyirəm ki, başa düşəsiniz. Dive sözünü tullanmaq deməkdir. Burada baxaq görək definition yaxın olan söz, mənasına bildirən söz. Baxın jump. Jump özü də tullanmaq deməkdir. Ona görə variant C olur. To jump into water, suya tullanmaq. Stay qalmaqdır, tullanmaq adiyyəti yoxdur. Take götürməkdir, tullanmaq adiyyəti yoxdur. Keep saxlamaqdır, onun da adiyyəti yoxdur. 3-ə baxırıq. 3-də right past particular form of the words. Deməli biz keçmiş zamanın formasını seçirik. Bleed olacaq nə? Bleed bir eyləm. Catch, coach olacaq tutmaq. Blow, play olacaq. Blowun olacaq, daha doğrusu üfürmək. Drive, driven olacaq, sürmək. Break, broken olacaq, qırmaq. Write, writing olacaq, yazmaq. Forget, forgotten olacaq, unutmaq. Guessed olacaq. Guessed təxmin vermək deməkdir, təxmin etmək. Ondan sonra understand da understood olacaq, başa düşmək. Burada qeyd eləmişəm. Baxın. Keçmişdə olan variantlarını. Aha, sonra baxırıq neçədə idi? 4-ə. Choose the correct option. Cümləni deməli düzgün sözü seçirik. He is a professional photographer. Deyir, o professional fotoqrafdır. And və boşluq to take some usual photos. Aha, deməli o deyir şəkillər çəkir. Yəni şəkillər çəkməyi nə edə bilər? Xoşlaya bilər də, düzdür. Would like və zamanımıza da görə burada would olur. Çünki o professional fotoqrafda artıq şəkilləri çəkib would like olur ona görə də. 5-də choose the correct option. She hasn't named it. Burada sizcə hansı olacaq? Hansı zaman zərfləməsi olacaq? Burada əlbəttə ki inkarla işlənən və hər zaman sonda gələn yetdir. Hələ də deyir, o adını çəkmir, demir hələ də. Yet. Yet hər zaman cümlənin sonunda gəlir. İnkar və sual cümlələrdə işlənir. Ona görə də yet. 6-ya baxırıq. Choose the correct option. She is planning to have an exhibition. Planlayır. Düzdür, planlayırsa bu hələ baş verəcək. Hələ baş verəcəksə gələcək zamana aiddir. Gələcək zamanda zaman zərfi bilirik ki nextdir. Çünki next gələn, növbəti deməkdir. Next week isə gələn həftə deməkdir. Ona görə B-dir. Last əvvəlki həftə deməkdir. Keçmişə aiddir deyil. Already indiki bitmişə aiddir. Tonight da indiki zamana aiddir. Ona görə də B olur. 7-yə baxırıq. Choose the sentence with the noun is the positive case. Deməli biz burada pozitiv case yiyəlik hal deməkdir. Noun isim. İsmin yiyəlik halını seçirik. Gəlin baxaq hansıdır. Aha, Mr. White, the man who niyə bulanıq göstərir? Uses Hamilton once a week. Aha, burada White is olar. Çünki feil yoxdur axı, heç feil qoyulmur. Feilsiz cümlə olmadığı üçün burada is olacaq. Yəqin ki onun feildir, yəni yiyəlik sayılmır.
Baxırıq zətdən sonra həmişə bilirik ki, zətiz, zeriz gəlir. Ona görə də bu zətin də izi feilə aiddir. Aha, feilə aid olanlar da yiyəlik halda. Çünki biz ismi tapmalıyıq. İsmə s artırılmalıdır. Feilə yox. The Taj Mahal located, has located də burada. Çünki keçmiş zamanla danışır. Kate's visit was. Bax, visit də var, was da var, unexpected. Bu cümlənin həm feili var, gördüyünüz kimi hər şey yerindədir. Ona görə də Kate'in visit, səyahəti. Yiyəlik hal budur. Çünki ismi artırılıb və birincidə də ismi artırılmışdı, amma feil olmadığı üçün oradakı iz feilin izidir. Burada isə amma D-də yiyəlik halındır. Həm də tərcüməyə əsasən tapa bilirik. 8 use verbs in the present perfect. İndiki bitmiş zamana çevirir bunu. Baxın, just mötərizədəki sözləri yerinə görə. Just cümlənin ortasında gəlir, already ortasında gəlir. Never də yet bir dənə sonda gəlir. İndi baxaq, birincidə nə olacaq? The woman bilirik ki, indiki bitmiş. Have, has, üstəgəl feilin keçmiş forması olur. Məsələn, burada the woman olacaq. The woman təkdə olduğu üçün has, just qoyduq. Just buy'ın da keçmişi bought-dur. Olur, has just bought the flowers. Qadın gülləri alırdı indicə. Just indicə deməkdir. The children have cəmdədir. Ona görə have olur. Have already gone olur. Have already gone. To the museum. Bir uşaqlar artıq muzeydədirlər. Sonra the policeman have. Policeman yox. Has olur. Polis olsaydı have olardı. Polis sözü bilirik ki, həmişə cəmdə olan isimdir. Amma policeman bir polisdən söhbət gedir. Has never been olur. Has never been there robber yet. Hələ tapmayıb deyir polis. Find tapmaq deməkdir. My father mənim atam has bir nəfərdən söhbət gedir də təkdə də has cəmdə olanda have olur. Has never been olur. Has never been to Spain. Mənim atam heç vaxt İspaniyada olmayıb. Burada da baxın yazmışam. Yazılışlarda belədir. Niyə belə göstərir? Aha. Sadəcə feilləri yazmışam da qısa. İndi 9-a baxırıq. 9-da mətni oxuyub, read the text and answer the following questions. Suallara cavab verməliyiz. The invention of TV has greatly influenced our daily life. Televizor bizim həyatımızda böyük hissəsidir. Idea of machine able of broadcast both sounds and vision appeared in niyə bulanıq? 1875, but only in 1926 Scotch engineer Logie Baird produced the first TV picture. Deyil ki, birinci TV şəklini istehsal edibmişlər. TV in black and white, ağ və qara and not very ağ və qara idi, but proved that the principle of broadcasting both sounds in and vision worked. Hər ikisinin səsi vardı. Since 1980'ye həmin formajı developments deməli inkişaf etdi TV-də nə? Video inkişaf etdi. Cable TV inkişaf etdi. HD TV and Smart TV bunlar inkişaf etdi. İndi suallara cavab verək. Who was the first TV picture produced by? Birinci kimi istehsal etdi TV şəklini. Biz də orada oxuduq. John Logie Baird idi. Onun adını yazırıq. İkinci sual. What are the four major developments of TV? Deyir ki, nələr inkişaf etdi? Onu da axırıncı cümlədə oxuduq ki, video, cable TV, smart TV və s. Axırıncı sual. Fix the definition of the verb to produce. To produce istehsal etmək deməkdir. Görək ona açıqlamasını verən söz hansıdır? Oxşar olan. Burada not to keep saxlamamaqdır. Bu uyğun deyil. Become better başlamaqdır gücə. Bu da deyil. Yaxşı. Cause happen or produce istehsal etməkdə happen baş vermək, exist mövcud
olmaq. Yəni bu daha çox uyğun gələr. İstehsal hadisələri, mən istehsal olur, mövcud olur da. 3 uyğundur. Study idea, ideya, fikir oxumaq. Yox, bu uyğun deyil. Order somebody not to something. Kiməsə sifariş vermək. Order sifariş verməkdir. Bu da uyğun deyil. Elə uyğun olan 3-dür. Bu qədər. Umarım başa düşdünüz. Burada da qeyd etmişəm cavabları. İndi göstərir. Hə. Belə. Yeni sözlərimiz də nə oldu? Dive, tullanmaq, quiz təxmin etmək.